dedi, yəni Əli Ağa var. Deyir ki, ölməyib sağdır o sən sevməyən insan özün öl. Ağa Hüseyin Vahidin haqqında bir şayə bıraxıb ki, zarafat yana ki, Vahid ölüb. Vahid də bu şeiri yazıb, Seyfəddin Dağıl da bunu 64-cü ildə səhv eləmirəmsə, Kirpi jurnalında çap eləyib və deyir də bədyaxan oğlan. Bədyaxan şeir demək deyil, bədyaxan yəni böhtan yaxan deməkdir, böhtan yaxan, bədyaxan. Əzizcə bu söhbəti vapşı eləməyək. Yox, düdüyü mən açıqlama götürürəm. Mən üçün fərqi yoxdur, mənim meyxana deyirəm. Sən mən qulaq asayı, sən düdün Vahid deyib Ağa Hüseyinə, mən onu açıqlama götürürəm. Kitabdan oxumuşam ki, bədyaxan oğlan, onu həsr eləyib. Mən başa düşürəm. Bədyaxan oğlan da bədahətən sözdür. Deyər ki, meyxana deyən oğlan. Deyir ki, nəysə, o söhbət eləməyək, mən 15-20 ildir bu sənətdə meyxana deyirəm. Gah bir beybəxtli olursan, gahı da maşdağalı, deyəsən əhsanda az yemisən, şorqoğalı, söylə dostdaşnıya meyxanada hədiyan, özün öl. Mən bu şeiri yaxşı bilirəm, mən də oxumuşam bu şeiri. Öldü, getdi də. Bədyaxan yəni ki, bədyaxan qara yaxan deməkdir. Yəni qara yaxışan, məni ölmüsən, yəni o deməkdir. Yəni açıqlayayım mənası sənin üçün. Burada bədihə söz yoxdur ya, bəd yaxandır. Bax belə deyil.